Vəzlər. Vəzlər bizim bədənimizdə müəyyən bir funksiyanı yerinə yetirir və təbii ki, axacaqları olur. Ümumiyyətlə, bunların ifraz elədiyi yerə görə 3 yerə biz onları bölə bilərik. Hansılardır? Daxili sekresiya vəzləri, xarici sekresiya vəzləri və qarışıq vəzlər. Məsələn, daxili sekresiya vəzləri nədir? Onlar öz aktiv bioloji bir maddəsini, yəni hormonu, hormon nə deməkdir? Oyadıram deməkdir. Hormonu ifraz edildiğinde qana, yəni xüsusi vəzin özünə məxsus bir axacağı yoxdur. Onlar qana həmin maddəni ifraz eləmiş olacaqdır. Məsələn, xarici sekresiya götürək. Xarici sekresiya vəzlərinin isə axacağı var. Yəni ekzokrindir. Onların axacaqları ifraz etdiyi məhsul hər hansı bir orqanın və ya da bədənin boşluğuna, hətta dərinin üzərində belə axa bilər. Xarici sekresiya vəzlərinə biz göstərə bilərik ağız suyu vəzləri, ağız boşluğuna ifraz olunur. Tər vəzləri, məsələn, dərinin üzərində ifraz oluna bilər. Pi vəzləri, məsələn, yağlı üzə malik olan insanlar yedinci burun ətrafı, alınları yağlanır. Bu da C bölmədəsidir. Pi vəzlərinin axarı ora açılır. Çünki göz yaşı vəzləri, göz yaşı kanalı bura açılacaqdır. Sonra qulaq kiri bilirik ki, qulağı qorumaq məqsədi ilə xarici ifraz olunur. Qaraciyər xarici sekresiyadır. Mədə vəzləri yenə də orqanın boşluğuna, mədənin içərisinə ifraz olunur. Bağırsaq vəzləri bu da eyni şəkildə. Prostat vəzi kişilərdə o tək vəzidir. Bəli, o da xaricaqdır. Bir də süd vəzləri qadınlardadır. Məsələn, qadınlarda yəni xarici sekresiya vəzlərindən olan süd vəzləri hamiləlik axırı aylarında başlayır süd yaranmağa, amma uşaq doğulandan sonra başlayır ifraz olmağa. Amma təbii ki, sonradan müəyyən müddətdən sonra kəsilir, müvəqqəti xarici sekresiya vəzisi rolunda çıxış edir. Gəlir daxili sekresiya vəzlərindən danışmağa. Daxili sekresiya vəzləri xüsusi bir axarı olmadığı qeyd etdiyimiz kimi hazırladığı bioloji fəal maddə adlandığı hormon qana ifraz elədir və bu maddələr bədəndə müəyyən reaksiyaların getməsinə xidmət edəcəklər. Və bizdə testlərdə daha çox həmişə soruşulur vəzlərin sayı və onların müqayisəsi. Təbii ki, xarici sekresiya vəzlərinin sayı kifayət qədər çox. Yəni 5 dənə, 10 dənə deyə bilirik, çox deyirik. Çünki mədə vəzləri nə qədər milyonlardandır. Hamısını bir saymaq mümkün deyil. Daxili sekresiya vəzləri 10-dur, sayı 10-dur. Qarışıq vəzlərin sayı isə mədə-altı, toxumluq, yumurtaq. Yəni 3 dənə vəzidir. Kişilərdə toxumluqdur, qadınlarda yumurtalıqdır. Amma həm kişi və həm də qadında da mədə-altı vəzlər qarışıq sekresiya vəzləridir. Qarışıq sekresiya vəzisi nədir? Yəni həm bunun axarı var, orqanın boşluğuna ifraz edir, həm də qana malik ifraz edir. Yəni iki funksiya, həm daxili, həm də xaricinin yerinə yetirdiyi funksiyanı bir yerdə yerinə yetirəcək. Bir-birinci vəzlərlə bağlı danışırıq. Hipofiz vəzi görürük, baş beyində yerləşəcəkdir, kəllə boşluğunda, orta, ön və arxa payları var. Hər payında xüsusi bir maddəsi var. Məsələn, biz deyirik ki, ön pay hormonu somatotroph hormonudur. Somatotroph hormonu nədir? Qana ifraz olunanda boy artmağa xidmət edir. Çünki boyu artıracaqdır. Uşaqlarda məsələn hiperfunksiya var. Hiper nədir? Çox, həddən artıq yüksək ifraz. Onlarsa boy həddən artıq böyük olacaq, gigantlıq yaranacaq. Yox, əgər hipofunksiya az ifraz olunarsa, o zaman isə biz qeyd edirik ki, boy balaca, yəni karlik müşahidə olunacaqdır. Böyüklərdə bəs nə funksiya edir? Böyüklərdə əgər bu boy hormonu həddən artıq ifraz olunarsa, burunun həddən artıq böyüməsi, dilin həddən artıq böyüməsi, qulağın həddən artıq böyüməsi, barmaqların həddən artıq iriləşməsi, şəkilləri göstərərək müşahidə olunur. Sonra biz danışmalıyıq hipofizin arxa payı. Bu da intermediate hormondur ki, dəriyə müəyyən bir rəng verir. Dəriyə, saça verilən rəng intermediate hormonunun təsiri sayəsindədir. Və arxa paya gəldik. Arxa payda deməli burada olur hipofiz arxa payında vazopresin, oksitosin 2 dənə hormon. Oksitosin hormonu uşaqlıq divarına təsir göstərir. Yəni uşaqlığın divarında say əzələ var. O əzələlərin yığılmasını təmin edir ki, yığılan zaman bədənin daxili inkişaf dövrü olanda o uşaq bədəndən atılsın, əzələlərin yığılması. Bəzi qadınlarda oksitosin kifayət qədər az ifraz olunur həmin dövrdə. Təbii doğuş başlanmır, doğuş sancısı başlanmır və tutaq ki, uşaq artıq 40 həftəsi, 36-cı həftəliyindəsə, bu zaman qana biz kənardan hormonu vururuq. Səncə, biz niyə hormonu tabletka kimi qəbul eləmirik? Birbaşa qana və nəyə onu yeridir? Mən çünki tez təsir göstərsin deyə. Tez təsir göstərsin, həm də qida ilə qəbul etsək təsir göstərərdi? Xeyr. Bəli, göstərməzdi. Niyə görə? Çünki
Qida ilə qəbul olunanda hormon özü zülal təbiəti birləşmədir. Mədə-bağırsaq sistemimizdə gərək o amin turşulara qədər parçalanıb yox olsun. Artıq ferment funksiyasını yerinə yetirməsin. Ona görə qana vurulur ki, qandan təsir göstərsin. Növbəti hormonumuz var, o da vazopresin hormonudur ki, vazopresin hormonu suyun geriyə sorulmasını təmin edir. Böbrəklərin kanalçıqları var, ifrazat sistemi kimi danışacağıq. Böbrək kanalçıqlarında suyun bədənə geri sorulmasını təmin edir. Yəni siz deyin tərkibində olan su biz tutaq ki, su ehtiyacı görürük. Bu dəqiqə bizə su lazımdır, amma su tapırıq. Həmin an vazopresin hormonu qana ifraz olunur və orada artıq su, istəkdən tərkibində olan su təzədən geriyə reabsorpsiya deyilir. Ona bədənə geri qaytarılır. Müəyyən hissəsi ki, bizim su ehtiyacımız ödənilmiş olur. Və vazopresin hormonu həmçinin qanın, belə deyək də, damarları büzüşdürücü təsir göstərir ki, qan axma zamanı da təsir göstərir ki, qan həddindən artıq axıb bitməsin. Bu da belə. Əlavə olaraq burada görürük follikulu stimülə edən hormon, lüteinləşdirici hormon, tiroid stimülə edən hormon. Biz hipofizi vəzlərin şahı adlandırırıq, əvəzsilə deyil. Baxaq, görürsən şəkildə də var. Bütün hormonlara təsir göstərir. Bütün nə qədər hormon varsa, hər birinin hormonu özü sintez edə bilər, yarada bilər. Amma bizə o qədər detallı ehtiyac deyil. Sadəcə mən yenə biraz yazmışam ki, məsələn, qadınlarda follikulun yetişməsi prosesi hər ay hipofizin təsirindən baş verə bilər. Lüteinləşdirici hormon var ki, bu da yumurta ceyranının qarın boşluğuna düşməsini təmin edir ki, aybaşı sikli baş versin və ya da hamiləlik baş versin. Bu da hipofizin sayəsindədir. Tiroid stimülə. Tiroid nədir? Tiroid vəzləri qalxana bənzər vəzin hormonudur. Çox qalxana bənzər vəzi yaxşı belə işləməli və s. Hipofiz onun funksiyasını da yerinə yetirə bilir. Yəni belə. Hamısına təsir göstərir. Onun üçün vəzlərin şahı adlanır. Epifiz vəzi. Epifiz vəzi də bizə tərcümə cəhətdən törəmə deməkdir və kəllə boşluğunda yerləşir. Ara beyin üst artımının çıxıntısıdır və hazırladığı hormon melatonin hormonudur. Melatonin hormonu axşam yatanda siz 11-dən saat 2-yə qədər sintez olunur ki, bu hormon yəni böyüməni, inkişafı, cinsiyyət vəzlərinin vaxtında inkişafının qarşısını alan bir hormondur ki, həmçinin sakitləşdirici təsir göstərir. Yəni bizə çox vaxt deyirlər ki, tez yatın, bir kişi arası yatılmış olun. Nəyə görə? Həmin hormonun təsiri burada vacibdir. Və ümumiyyətlə, dediyimiz kimi qaranlıqda sintezi bərpa olunacaqdır. Və epifiz vəzi bioloji saat rolunu. Məsələn, havaya baxaraq biz günün saatını təxmin edə bilərik. Bu, bioloji saatın əlaqəlidir. Və ya da bioloji saat tək havanın vaxtını təxmin etmək deyil. Məsələn, axşam oldu, yuxumuz gəlir. Məsələn ki, nə bilim, bu gün artıq yemək yemək ehtiyacı. Yəni, bütün bədəndə olan saatlı proseslər ki var. Məsələn ki, bizdə yox. Heyvanlarda məsələn yay ayı gələndə yumurta qoymaq, almaq, bunlar hamısı onların bədəndə bioloji saat funksiyasını göstərəcək. Sonra danışırıq qalxına bənzər vəzi. Qalxına bənzər vəzi bizim bədənimizdə müadilər mübadiləsinin gedişini tənzim edən bir vəzidir. Və hormonlarına gəlsək, bunların hormonları trioksin, trionin, kalsitonin hormonları var. Və hormon olaraq bunlar bədənə ifraz oldu, həmçinin oksigenlə təmin olunmamızda bunlar bizim kömək edir. Və əsas məsələ burada minimal və maksimal ifrazdır. Uşaqlarda əgər bu az ifraz olunursa, kretinizm yaradacaq. Kretinizm nədir? Axıldan kəmlik müşahidə olunur. Bunlarda böyümə, inkişaf lənciyir. Yəni, çox vaxt ölə bilir ki, somatotrof hormon necə təsir göstərirdi? Boy balaca qalır. Kretinizmdə boy balacalar inkişaf lənciyir. Bunlar yedikləri qidanı tam mənimsəyə bilmədikləri üçün, yəni bu müadilə gedişi pozulduğu üçün balaca boyu ağıldan kəm qalırlar. Bunlar belə. Sonra yaşlarda isə normadan çox da az ifraz var. Normadan az ifraz olunarsa, bu miksedema xəstəliyi yaradır. Miksedema nədir? Sanki bədəndə selektinə başqa cürdə bizdə selektiv şiş xəstəliyi. Bədənə dəri altına, toxumalar arasında su yığılır sanki. Biz əsasında boğazına axıyır. Belə deyək də, buxaq kimi şişir, bu isə boğaz isə selekləşir, su, maye olur onun içərisində. Bu belə. Miksedema zamanı sinir sistemi həddindən artıq zəifləyir. Oyanmalar zəifləyir, toxunursan hiss eləmir, bir nöqtəyə baxaraq qalır. Müadilə mübadiləsinin gedişi o qədər zəifləyir ki, bunlar nə yesələr bədənə mənimsəyirlər, kökəlirlər. Kökəlmək də bir növ onların bədənə o su yığmaqla əlaqəli şişirlər, sanki elə bilirsən kökəldilər. Bir də var bunlarda normadan az bu miksedema idi, bir də var maksimal ifraz. Maksimal ifrazda bazidov xəstəliyidir. Bazidov xəstəliyi zamanı sinir sisteminin oyanıqlığı əksinə artır. Qapı qıcırtısı,
vərəqin belə xışıltısı, yəni istənilən səsə qarşı onlar o qədər sinir sistemləri oyaq olur ki, reaksiya göstərirlər. Və gözlər bərəlmiş halda olur. Əzəllər yorulur, qıc olmuş halda olur. Gözlər bərəlir. Müadilən bu da sürətlənir. O da sürətli olur ki, artıq bu sürətlilik onların arıq olmasını gətirib çıxardır. Nə qədər çox da yesələr, onu tez mənimsəyirlər və arıq olur. Bəzən məsəl üçün insanlar var da, deyir, mən nə qədər yesəm kökəlmirəm. Yəni deyirlər ki, bir hormonumu yoxlat. Niyə görəsən? Qaxına bənzər bəzi hormonları normal ifraz olunmada bu hallar baş verir. Və bir növ elə bir ki, bizə dedik, zobun var. Bəli. Bu vəznə bağlı. Bir də var, bu vəznin normal növbəti bir hormonu, kalsitonin hormonu ki, qanda kalsium fosfor mübadiləsini tənzim edir. Neyinir? Əgər qanın tərkibində kalsium artıqdırsa, onu götürüb sümüyə verir. Yəni sümükləri bərkitsin deyə, möhkəmlənsin deyə sümüyə verəcəkdir. Və bir də var, burada şəkildə göstərək. Bu şəkildə görsənmir, ev yox, yerləşdirmişdim əslində. Deməli, bunlarda bir dənə qaxına bənzər vəzn üzərində nöqtələr forması var. İşte mən bunu açacağım buradan. Deməli, bax, qaxına bənzər görsən, bu qaxına bənzər vəzn. Amma, bax, görsən, üzərində bu toxuma oxşayan dənəsi boyda olan qaxına bənzər ətraf vəzn. Yəni, bir dənə qaxına bənzər, əslində bu özü iki kimi görsənsə, iki paylı kimi görsənsə, bir dənə qaxına bənzər vəzn budur. Üzərində bax, arxa tərəf divarında toxum kimi balaca. Onlar qaxına bənzər ətraf vəzn. Yəni, bir dənə qaxına bənzər vəznimiz var, 4 dənə qaxına bənzər ətraf vəznimiz var. Məsələn, bir də bir şey qeyd edir. Tutaq ki, qaxına bənzər vəzi həddən artıq çox hormon ifraz edir. Nə baş verəcək? Bu zaman dərman müalicəsi olunur. Əgər dərman müalicəsi effekt verməsə, qaxına bənzər vəzin bir payı ilə bir hissəsini kəsib götürə bilirik. Yəni, müalicə olunmadı. Yəni, görsən ki, sağalmış, kəsib götürə bilirsən. Amma qaxına bənzər ətraf vəzləri çıxarmaq, toxunmaq olmaz. Çünki birbaşa ölümdən nəticələnir. 4 dənə cövəzi var, balaca toxumlar. Deyə bilərsə, ölçüsü balacadır, amma bu balacadan deyil də, onu dəymək olmaz. Bunu necə götürürsən, bunun kənarlarından toxumaları götürürlər, bunlar qalmalıdır, dəymək olmaz. Sonra sayı 4 dənədir, ən çox sayı etibarən bu vəzidir. Normalda hamısı 2 dənə, 1 dənədir. Qaxına bənzər 4 dənədir. Onun hormonu isə paratormondur. Paratormon kalsitonin əksinə təsir göstərir. Yəni, kalsitonin qandan götürüb sümüyə verirdisə, bu sümükdən götürüb qana kalsiumu ötürəcək deyə bu formada antagonist işləyirlər. Keçirik timus vəzi. Timus vəzi bizim döş boşluğumuzda ürəkdən yuxarı bir iki ağciyərin arasında yerləşir. Əvvəl ölçüsü böyük olur. Uşaqlarda ölçüsü böyük olur. Ölçüsü böyük olmağın da səbəbi bu, deməli, necə deyək? Bu, cinsiyyət şənliyin qarşısını alan bir vəzidir. Vaxtdan əvvəl uşaqlarda cinsiyyət şənliyi imkan verir. Və yetkinləşdikcə artıq bu qızlarda 10-cu yaşa, oğlanlarda 13-14 yaşa çatdıqca vəzi öz kütləsini pi toxumasından əvəz edir. Bu da belə. Təbii ki, hormon özü sümüklərin inkişafına da təsir göstərir. Həmçinin də immun sistemi vəzlərindən biri timus vəzidir ki, limfositlərin hazırlanmasında iştirak edir ki, orqanizmi infeksiyalardan qorusun. Belə, hormonu nə oldu? Adından da bəlli. Timozin. Timus vəzinin hormonu timozin. Böyrəküstü vəzlər. Böyrəküstü vəzlər diafraqma ilə ayrılmış olan boşluqda, yəni qarın boşluğunda yerləşir və üzərində üçbucağa oxşayan böyrəküstü vəzi olur. Böyrəküstü vəzlər sayı 2 ədəddir və qabıq və beyin qatından ibarətdir. Qabıq qatı, yəni beyin xarici qat, kortizon, hidrokortizon, tirozin hormonlarını ifraz edir. Daxili qat hormonları isə adrenalin, bir də noradrenalin ifraz ediləcəkdir. Və adrenalin nə edir? Adrenalin hormonu qanda şəkərin miqdarını artırır, ürək döyüntülərini sürətləndirir. Yəni, bu kimi qan təzyiqini artırmaq kimi funksiyalar yerinə yetirir. Qabıq qatının hormonları isə mineral maddələr, məsələn, natrium, kalium, yəni duzların, zualların, karbohidratların mübadilə prosesində iştirak edəcəkdir. Və bundan əlavə, burada əgər qabıq qatının hormonları olan kortizondur, hidrokortizondur, bunlar çatışmasalar, Addison, tunç xəstəliyi dediyimiz xəstəlik meydana çıxır ki, bu zamanda ishal baş verir, iştah itir, qusma baş verir və bu kimi hallar baş verir. Belə, bunu da çeviririk.
medallı vəz. Qarışıq vəzlərdən biridir medallı vəz və 2 dənə funksiya yerinə yetirir. Demişik, daxili sekresiya, xarici sekresiya. Xarici sekretor nədir? Xarici sekresiya özünün həzm sistemi dövrünəcək ki, 12 barmaq bağırsağın içərisində hormonlar ifadə edir. Yağı parçalayan, nuklein turşusunu parçalayan, zalı parçalayan. Amma daxili sekresiya nədir? İnsülin və glikoqon hormonlarıdır. İnsülin və glikoqon. İnsülin nə edir? İnsülin sən qanda şəkəri miqdarı tənzimləyir. Sən yemək yemirsən, düzdürmü? Yemək yediyin an qanda şəkəri miqdarı maksimumdur. Amma birazdan məlumatı vəzi qana insülin ifraz edəndə o şəkərin artığı ki var, sənin qaraciyərində glikogen halda depolanıb saxlanılır ki, nə vaxtsa ehtiyacın ola bilər. Tutaq ki, bir gün məktəbdən geri qayıdırsan, məsələn, çox bacımsan, nə olacaqdır? Artıq glikoqon hormonu işə düşür ki, səni evə çatana qədər təmin eləsin qidayı, şəkərlə. Glikoqon hormonu qana ifraz olunanda qaraciyərin içərisində glikogen parçalanır xırda birləşmələrə, glikozalara. O da buraxılır qana və sən özünü biraz yaxşı hiss edirsən. O biri ehtiyat halında qida olmayan insanlar necə olurlar ki, aclıq onlara tab getirə bilmirlər. Daha açıq amma biraz kök olan insanlar aclığa tab getirə bilirlər. Sonra daxili sekretor funksiyada burada parasimpatik sinirlərlə idarə olunacaqdır. Demək, hədəf orqan hansı orqan olacaqdır? Qaraciyər olacaqdır. Yaxşı? Bəli. Belə. Bir də burada insülin hormonunu bizdirib parasimpatik sinirlərlə idarə olunacaq. Glikoqon da simpatik sinirlərlə idarə olunacaq. Yanımıza gəlib medal demişdik ki, həzm sistemində parasimpatik əksinə funksiya göstərir. Yəni normalda azaldırdısa, burada artırır. Qanda artıracaq parasimpatik sinirlər insülini, azaldan nə olacaq? Glikoqon olacaq. Sonra cinsiyət vəzləri. Cinsiyət vəzləri hansılar? Kişilərdə toxumluq, qadınlarda yumurtalıqdır. Və bunlar özləri xarici sekretor funksiya olaraq hüceyrə hazırlayır. Məsələn, bunların hormonlar androgen, testosteron kişilərdə qana ifraz olunan hormonlardır, yəni daxili sekresiyadır. Hüceyrə isə xarici sekresiyadır. Nə yaradırlar? Toxumluqlar spermatozoid yaradır, yumurtalıqda yumurta hüceyrəni yaradır. Və bu iki hormon, qadınlarda olan progesteron, estrogen, qadınlarda cinsi inkişaf vaxtlarında ifraz olmağa başlayır. Və ikincili cinsi əlamətlər qızlarda çınağın genişlənməsi, çiyinin daralması və s. bu kimi özəlliklər, kişilərdə isə qasıq bölgəsi, qol altı, müəyyən nahiyələr, üzün güclənməsi, bığların çıxması, çiyinlərin genişlənməsi, çınağın daralması kimi ikincili cinsi əlamətləri yaradır. Belə. Bu da bizim sonuncu slaydımız. Bağlayaq bunu.